Əziz abituriyentlər, 9 mart imtahan verəcəksinizsə %100 bu sualın həllindəki bəzi nüanslar illa qarşınıza çıxacaq. Mütləq qarşınıza çıxacaq. Ona görə bu sualın özü düşərmi onun iddiasında deyiləm. Amma bu sualın mütləq ki, həllindəki bəzi nüanslar %100 buraxılışda qarşınıza çıxacaq. Nədir? Suala baxıram, deyir ki, bərabərsizliyin natural həllərinin cəmini tapın. Verilən ifadəyə diqqət etdiyim zaman bərabərsizlikdə məxrəcdə x çıxır 4 var, sürətdə belə bir ifadə var. Bu ifadəni ümumi şəkildə görmüsünüz loqaritma dərslərində a üstü x deyə. A üstü x hər zaman sıfırdan böyük ədəddir. O zaman məsələn 2 üstü x də sıfırdan böyük ədəddir. Yəni necə ədəddir bu? Müsbət. Üslü ifadə müsbətdir deyə bu ifadə hər zaman müsbət. Bu ifadə müsbətdirsə, gəldik müsbəti nəyə bölsəm sıfırdan kiçik, yəni mənfi ədəd. Ümumi ifadənin mənfi olması üçün məxrəc mənfi olmalıdır. Burada bir dənə nüans var şagirdləri çaşdıran. Sıfırdan kiçik bərabərdir deyə şagird bir anlıq düşünür ki, bəs bu məxrəc də bərabər olmalıdır. Yox, elə bir qayda, elə bir şərt yoxdur, elə bir məcburiyyət yoxdur. Yəni müsbəti mənfiyə bölsəm sıfırdan kiçik edər. Bərabərlik üçün bura sıfıra bərabər ola bilər, o da mümkün deyil. Yəni sadəcə sıfırdan kiçiyi götürəsən. Olacaq. X çıx 4 kiçikdir sıfırdan. Birinci şərtim bu. İkinci şərt. Şagird deyir ki, bunu yazdım, oldu. Cavabı tapdım. X çıxılsın 4-ü keçirtdim digər tərəfə. X kiçikdir 4 və salam. Cavabı tapdım. Tamamilə səhvdir. Nədir səhv olunmaz? Sürətdəki ifadə üslü ifadədir. Üslü ifadənin qüvvətinə baxanda kəsr var. Kəsrin məxrəci isə sıfırdan nə olmalıdır mütləq şəkildə? Fərqli olmalıdır. Yəni x çıx 4 kiçikdir sıfırdan yazdınsa, bir də yazmalısan ki, x çıxılsın 2 fərqlidir sıfırdan. Bir misalın daxilindən 2 nəticə çıxsa mütləq şəkildə sistem içində. Sistem nədir? Kəsişmə və ya üst-üstə düşmə. Bunun həllini tapdıq x kiçikdir 4-dən. Bunun həlli nədir? X fərqlidir 2-dən. Bunları da kəsişdirdiyimiz zaman yazıram ki, 4-dən kiçiklər. Artıq bu sizin seçiminizdir. Bura qarışmıram. İçi boş mötərizədə qoya bilərsiniz. İçi boş dairədə qoya bilərsiniz. Bir də 2-dən fərqli. 2 də ola bilməz. O zaman bunların kəsişməsi, üst-üstə düşməsi nədir? Mənfi sonsuzluqda 2-yə birləşmə 2-dən 4-ə. Bu belə. İndi o nüanslar nədir? Bərabərlik var deyə şagird burada 4-ü götürəcəkdir. Tamamilə səhvdir. Sən sadəcə burada 3 götürə bilərsən. Bu 1. Məxrəci nəzərə almayacaqdır. 2 götürəcəkdir. Tamamilə səhvdir. Oldu bir dənə də cavab nə? 1. Bunların da natural həllərində cəmi olur neçə? 4. Bu qədər bəsit. Əjdaha sayığı bir sual.